Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bu ilin yanvar-iyun aylarında 20.247 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Xəbər verilir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumata görə onların 54,64%-ni kişilər, 45,36%-ni isə qadınlar təşkil edib. Bakı şəhərinin Qaradağ rayonu ərazisində Lökbatan yolunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb. İlkin məlumata görə 5-dən çox avtomobil qəzaya düşüb. Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Qəzanın baş vermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.